Rusiya Avropa İttifaqı ilə müharibə etmək niyyətində deyil. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Biz Avropa ilə müharibə etməyə hazırlaşmırıq. Bunu artıq 100 dəfə demişəm. Amma əgər Avropa birdən bizimlə döyüşmək istəsə və başlasa, biz buna elə indi hazırıq. Burada heç bir şübhə ola bilməz. Dövlət rəhbəri həmçinin vurğulayıb ki, əgər Avropa ölkələri hərbi əməliyyatlara başlasa, Moskvanın tezliklə danışacaq heç kəsi qalmayacaq. Prezident əlavə edib ki, Avropanı Rusiyadan heç kim kənarlaşdırmayıb. ABŞ ordusu təkcə Venezuelada deyil, digər Latın Amerikası ölkələrində də narkotik qaçaqmalçılığı hədəflərinə zərbələr endirməyə başlaya bilər. Bu barədə ABŞ prezidenti Donald Trump deyib. Eşitmişəm ki, Kolumbiya kokain istehsalı edir. Onların kokain istehsalı fabrikləri var. Bilirsinizmi? Sonra da bizə kokainlərini satırlar. Bəli, bunu edən və ölkəmizə satan hər kəs hədəf alınacaq. Rusiya Silahlı Qüvvələri yaxın günlərdə Kupiansk, Uzovaya nəzarəti təmin edəcək. Bunu jurnalistlərə Rusiya prezidenti Vladimir Putin deyib. Düşünürəm ki, bir neçə günə bu şəhəri də alacaq. Putin həmçinin elan edib ki, Rus qoşunları Kupianskın həm sağ, həm də sol sahili hissələrinə nəzarət edir. İsrail Suriya ilə müəyyən şərtlər daxilində razılaşmaya hazırdır. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. Biz Dəməşqdən ayrıcı xəttə qədər Hermon dağının ətəkləri və zirvəsi də daxil olmaqla delimitarizasiya olunmuş zona yaradılmasını gözləyirik. Bu əraziləri İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün saxlayırıq və bu bizim öhdəliyimizdir. Yaxşı niyyət və bu prinsiplərin anlaşılması ilə Suriyalılarda razılaşmaya nail olmaq mümkündür. Lakin biz hər halda öz prinsiplərimizə israrlı olacağıq. Fars memar Səfər Musəvi mənə Ermənistanla sərhəddə aparılan tikinti işlərindən danışıb. O dedi ki, sərhəddə İran Azərbaycanlıları istehkam işlərindən cəlb olunub. Bu barədə erməni ekspert Nairi Ohikyan yazıb. Onun sözlərinə görə Musəvi və qrupu aylarla bunkerlər və digər istehkamlar tikiblər. Ohikyan iddia edib ki, İran Ermənistan sərhədində çalışan Azərbaycanlılar erməni mövqelərinin bütün sirlərini lentə ala bilər. Rusiya tankerlərinə edilən hücumlara cavab olaraq Ukrayna limanlarına və bu limanlara daxil olan gəmilərə zərbələri genişləndirəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin deyib. Rusiyanın Baltik ölkələrinə hücum təhdidi mövcuddur, lakin NATO Rusların addımlarını diqqətlə izləyir. Bunu NATO Birləşmiş Dəniz Komandanlığının rəsmisi Arlo Abrahamson deyib. NATO çox məqsədli yanaşmaya malik dəniz qüvvələri alyansıdır. Burada bir neçə məqsəd var. Birincisi, vəziyyətin daim anlaşılması. Bu çox vacibdir. Çünki bu həm də müttəfiqlərə sürətlə reaksiya vermə imkanı yaradır və bu istənilən ziyanverici fəaliyyət ola bilər. İstər Rusiya hərbi dəniz qüvvələri tərəfindən olan təhdid, istərsə də hazırda kim olduğunu və nə etdiyini anlamadığımız ziyanverici subyektdən qaynaqlanan diversiya təhdidi. Lakin bu, vəziyyəti anlamağa və lazım olduqda birgə şəkildə müvafiq qaydada reaksiya verməyə kömək edir.